Murad Arifin musiqiçilərinin başına bədbəxt hadisə gəlib. Hadisə ilə bağlı görüntüləri Murad Arif şəxsi Instagram hesabında paylaşıb. Bölgələrdən birində keçirilən tədbir üçün yola çıxan musiqiçilərin olduğu maşın yolda selə düşüb. Ansamblımı sel aparırdı şərhini yazıb. Ana, bugün sənin dünyadan köçməyinin bir ili tamam olur. Bu bir il həyatımın ən ağır, ən uzun ili oldu. Heç vaxt inanmazdım ki, sənsiz bir dəqiqə belə yaşaya bilərəm. Amma demək ki, insanı olmaz dediyi hər şeylə üzləşirmiş. Onsuz yaşaya bilmərəm dediklərindən sonra da yaşayırmış. Bu sözləri aparıcı Xoşqədəm Hidayət qızı mərhum anası Ofeliya Baxşəliyeva ilə bağlı paylaşımında yazıb. O, bu sözlərlə anasına olan sonsuz həsrətini və sevgisini ifadə edib. Bəli, mən də yaşayıram anacan, amma sənsiz və inan, bir an belə səni unutmadım. Evimin hər küncü sənin xatirələrinlə doludur. Səsin, qoxun, baxışın hələ də mənimlədir. Sənsiz keçən hər anım qaranlıq bir gecəyə bənzəyir. Amma o zülmətin içində belə sənin duaların mənə yol göstərir, məni irəli aparır, işıq olur. Deyirlər, ana gedər, amma onun sevgisi heç vaxt ölməz. Mən də bunu hər gün hiss edirəm. Sən yoxsan, amma sevgin hər yerdədir. Ürəyimdə, nəfəsimdə, həyatımda. Daim mənimlə ol, nur üzlüm. Məkanın cənnət olsun, ruhun şad olsun anacan. Qeyd edək ki, Ofeliya Baxşəliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.